Hər vaxtınız xeyir olsun, dəyərli dövlət qulluğuna hazırlaşan namizədlər. İlk öncə mövzunun izahına keçməzdən öncə onu bildirim ki, bilirsiniz ki, dövlət qulluğuna hazırlıqda qanunvericilik fənnində müəyyən materiallar var ki, onları yadda saxlamaq çətindir və nə qədər əzbərləşsək də imtahanda əksər hallarda biz onları yanlış yazırıq və bunun üçün də belə bir qərara gəldim ki, məhz sizlər üçün silsilə olaraq hər bir materialın, hər bir dərsin çətin olan bir yerindən sizə bir qismini seçim, ən çətin olan yerləri hansılardır, onları sizə izah etməyə çalışım. Və bu müxtəlif materiallardan olacaq, kargüzarlıqdan olacaq, Konstitusiyanın özündən olacaq, xüsusilə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu olacaq, elektron imzadan olacaq və sair və ilaxır. İlk öncə təbii ki, həmçinin burada AC kateqoriyasına hazırlaşanlar üçün də o əlavə materiallarda mülki məcəllədir, əmək məcəlləsidir və sair və ilaxır. Yəni bütün materiallardan çalışacağam ki, axıra qədər sırf yadda saxlanılması çətin olan, başa düşülməsi çətin olan və üstəgəl burada söz oyunu oynanan yerləri var. Və həmin yerləri vurğulayaraq bu materialları sizlər üçün daha rahat, daha asan bir vəziyyətə gətirəcəm. İlk öncə qərarı aldım ki, korrupsiya haqqında qanunun, Azərbaycan Respublikasının korrupsiya haqqında qanunun 9-cu maddəsi var, bilirsiniz. 9-cu maddə nədən ibarətdir? Bilavasitə korrupsiyadan və şərait yaradan korrupsiyadan. Bir çoxlarımız bunu ayırd etməkdə, yəni namizəd tələbələr bunlara ayırd etməkdə çətinlik çəkir. Çətinlik çəkməyin əsas səbəblərindən biri budur ki, materialın həcmi çoxdur, yadda saxlamaq çətindir. Xüsusilə ilk hazırlaşanlar üçün, birinci hazırlaşanlar üçün. Təbii ki, ikinci dəfə, üçüncü dəfə kəsilib hazırlaşan və yaxud da heç imtahan verməyib ikinci dəfə materialı təkrar edənlərə nisbətən rahat gəlir. Amma birinci hazırlaşanlar üçünsə bu nisbətən çətin olur. Ona görə qərara gəldim ki, korrupsiya haqqında qanunun 9-cu maddəsindən başlayaq. Maddənin ümumiyyətlə, belə deyək, izahdan öncə onu deyim ki, qanunvericilik fənni 3 parametr əsasında izah edilməlidir. Ən birinci biz dərsi mahiyyəti üzrə izah etməliyik ki, namizəd tələbənin mövzu haqqında bir düşüncəsi olsun, bir fərziyyəsi olsun. Yoxsa birbaşa əzbərçiliyə keçmək, birbaşa söz oyununa keçmək yanlışdır. Mahiyyəti baxımından dərs izah edilir, başa salınır, mövzudan nədən danışılır, nələrdən bəhs edilir, həm surətli, həm lakonik qaydada, metaforalardan, yəni bənzətmələrdən müəyyən dərəcədə istifadə edərək, günümüzdə baş verən proseslərdən misallar çəkərək bunu mahiyyəti üzrə namizəd tələbələrə çatdırmalıyıq. Digər ikinci isə məhz həmin materialın, həmin dərsin daha çox testdə düşən, qəbul imtahanlarına düşən yerləri hansılardır, hansı maddələridir, onları göstərməliyik və həmin dərslə bağlı testlərin strukturu, qəbulda strukturu necə olur, hansı qaydada salınır, daha çox materialın hansı hissəsinə üstünlük verilir adətən. Ümumiyyətlə, bir materialın bütün hissələrindən bir 95% hissələrinin hamısından salınır, lakin müəyyən bir qism var ki, ora daha çox üstünlük verilir. Korrupsiya üzrə, yəni bu qanunun 9-cu maddəsi tez-tez salınır qəbullara. Gələk mövzumuzun izahına. Təbii ki, ilk öncə biz bilavasitə korrupsiya ilə şərait yaradan korrupsiyanı bir-birindən rahat fərqləndirməyi bacarmalıyıq mahiyyəti üzrə. Yəni birbaşa götürüb əzbərləyib yadımızda saxlamayaq. Mövzunun hər ikisini oxuyaq. Görək ki, burada ümumiyyətlə nədən danışılır? Bilavasitə korrupsiyanın mahiyyəti ilə şərait yaradan korrupsiyanın mahiyyəti arasında hansı fərqliliklər var? Bunları müəyyən etməliyik ilk öncə. Gəlin bir mövzunun özünə baxaq, görək nədən danışılır. Məsələn, baxın, biz korrupsiya haqqında hüquq pozmalara baxanda, bax, diqqət edirsiniz, burada ümumiyyətlə daha çox bilavasitə də adından göründüyü kimi birbaşa korrupsiya var. Yəni rüşvət halı var da, baxın belə deyək. Tutalım nəsə görmək müqabilində nəyinsə vəd edilməsi və nəyinsə təklifi var. Hamısında eyni qaydada, eyni stildə elə gedir.
tutalım səlahiyyətlərindən istifadə olunmasıdır və sair və ilaxır. Yəni bilavasitə birbaşa rüşvət və birbaşa korrupsiya var. Amma şərait yaradanda isə adından göründüyü kimi birbaşa korrupsiya yoxdur. Lakin həmin fəaliyyətə korrupsiyaya şərait yaradılır. Adından da göründüyü kimi. Məsələn, mahiyyəti etibarilə elə bu hissəni oxuyanda görürsünüz ki, məsələn, statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifəsindən və sair və sair istifadə etməklə, görürsünüz, istifadə etməklə fiziki və hüquqi şəxsləri fəaliyyətini həyata keçirməkdə subsidiyalar, subvensiyalar və sair və ilaxır. Daha oxumuram, özünüz izahda, yəni görürsünüz nələr danışılır. Yəni burada şərait yaradılır. Birbaşa korrupsiya yoxdur. Həmin şəraitin nəticəsində isə korrupsiya riski, rüşvət riski ola bilər, korrupsiya riski ola bilər. Ona görə biz bunları mahiyyət baxımından ilk öncə fərqləndirməliyik. Mahiyyət baxımından fərqləndirməliyik ki, biz bunların hamısını rahat surətdə yadımızda saxlaya bilək. Yəni testlərə düşəndə hansı şərait yaradanda, hansı isə bilavasitə korrupsiyadır. Bunları biz bilək. Ən qısa başlanğıc bunları bir-birindən fərqləndirmək üçün mahiyyətindən sonra daha çox şəkilçi sonluqlarına diqqət eləməkdir. Siz bilavasitə korrupsiyaya baxanda daha çox ası, əsi görəcəksiniz. Hər bir söz ası, əsi ilə bitir. Bir növ feilin səhv etmirəmsə lazım formasıdır. Digəri isə maq-məklə, yəni məstərlə bitir. Yəni şərait yaradanlar hamısı maq-məklə, sonluğu, cümlənin bitişi, bilavasitə korrupsiyada isə ası, əsi ilə bitir. Yəni gəlin elə birbaşa baxaq, özünüz də rahat görəcəksiniz ki, məsələn, statusundan belə deyək, bilavasitəni görürsünüz, baxın, edilməsi, əldə edilməsi, götürməsi, hamısı ası, əsi ilə bitir, verilməsi. Amma şərait yaradan korrupsiya faktında isə, məsələn, tələb etməkdir, məlumat verməkdir, gecikdirmək, görürsünüz, hamısında maq-mək, yəni məsdər formasında bu cümlə tamamlanır. Daha çox belə deyək, qabaqlar bir çox təlimçi müəllimlər deyirlər ki, bununla daha bu istiqamətdə qəbula sual salınmır. Lakin yəni bunu tapmaq asandır. Heç namizəd mövzunu oxumur, bir dənə sonluqlara baxır, rahat surətdə tapır. Ona görə bunu daha qəbula salmırlar. Amma səhv etmirəmsə, daha doğrusu dəqiqliklə 16 oktyabr 2025-ci ilin BB imtahanında məhz bu sonluqları rahat surətdə aid edərək belə bir sual salmışlar. Gəlin həmin suala baxaq. Oktyabr imtahanında olan qəbul testidir. Aha, baxın, 7-ci sual bizə nə deyir? Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa əsasən korrupsiyaya şərait yaradan hüquq pozmadır. Baxın, bir-bir oxumuram, yəni şəkilçilərə aid rahat müəmməl. Baxın, ası, əsi, bilavasitədir. Gəldik, götürməsi, sonluğu nə ilə bitir? Ası, əsi. Aha, bax, vermək, maq-mək. Bu artıq şərait yaradandır. Digər də ası, əsi. Yəni bu heç mövzunun özünü tam oxumadan bir dənə şəkilçi sonluqlarına diqqət etməklə biz rahat surətdə müəyyən edə bilirik ki, burdakı cavab hansıdır? Yəni şərait yaradan korrupsiya hüquq pozması hansıdır? Yəni belə də olanda görürsüz, sizə göstərdiyim 16 oktyabr 2025-ci il, yəni elə də uzaq bir müddət deyil, bir 2-3 imtahan o tərəfədir. BB imtahanının sualına buna salmışdı. Aha, indi siz mənə sual verə bilərsiniz ki, müəllim, tamam, biz bunu başa düşdük, lakin bunu ən çətin formatda necə sala bilər, hansı qaydada sala bilər? Aha, burada artıq biz gəldirik bunun ən çətin forması təbii ki, söz oyunu oynanılan yerlərdir. Biz söz oyunu oynanılan yerlərdə daha çox nəyə diqqət edilir? Daha çox nəyə hansı sözlər dəyişdirilir? Onlara diqqət etsək biz bilə bilərik ki,
nələrə daha çox diqqət etməliyik? Məsələn, bax, bilavasitə korrupsiya siz diqqət etsəz, orada vəzifəli şəxsin, xidməti vəzifəsi, imtiyazların çox olması, maddi nemətlər və qeyri-maddi nemətlər, bunların verilməsi və sair bu sözlər çoxdur. Məhz qanuni sözü var və sair və ilaxır. Bu sözləri dəyişdirərək bizi məhz imtahanda bizi çaşdıra bilər. Gəlin həmin yerlərə baxaq. Məsələn, necə salına bilər deyə tutalım. Baxın, bilavasitə korrupsiyada nələrdən ola bilər? Tutalım, baxın, bax, statusundan sözü görürsünüz. Statusundan sözünü çıxardar bircə dənə. Yazar ki, təmsil etdiyi orqanın statusundan, vəzifəsindən və sair vermək. Yəni bu statusundan sözü olmamaq, yəni mən ən xırdalığına qədər sizə deyirəm ki, yanılmayasınız. Məsələn, o cavab artıq yanlış götürüləcək və sair. Sonra gələk digərlərinə. Məsələn, bax, xidməti vəzifəsi sözüdür. Xidməti vəzifəsi sözü, yəni burada xidməti vəzifəsi çoxdur. Burada xidməti vəzifəsidir. Daha doğrusu belə izah edək, şərait yaradanda xidməti vəzifəsidir, imtiyazlarıdır. Sonra bundan sonra növbəti söz oyununa gedərik. Xidməti vəzifəsidir. Vəzifəli şəxslərdir. Məsələn, zidd olaraq gəlir götürməsi sözüdür. Maddi nemətlərdir və sair və ilaxır. Bunlar bilavasitə korrupsiyada daha çoxdur ümumiyyətlə. Bir növ bilavasitə korrupsiyanı da bundan biz fərqləndirə bilərik. Lakin xidməti vəzifəsi şərait yaradan korrupsiyada yalnız bir halda var. O da ki, baxın, bu haldadır. Elmi pedaqoji fəaliyyətlə aidiyyəti olmaqla. Gəlin elə bunların əsasında, bunların söz oyunlarını biz ayırd edək. Söz oyunu nədir? Bayaqları biraz tələsdim, birbaşa söz oyununa keçdim. Amma bunu indi həmin sözlərdə hansı? Bax, xidməti sözüdür, qanunsuz sözüdür, çıxarılaraq verilməsidir. Şərait yaradanda elmi pedaqoji sözləri daxil olmaqla verilməsidir. Normativ hüquqi aktlar ilə normativ xarakterli aktların verilməsidir və sair və sair. Bunları belə verib bizi söz oyunu vasitəsilə çaşdıra bilər. Yəni nə mənada bizi çaşdıra bilər? Yəni hamısını şərait yaradan korrupsiyadan verər. Məsələn, A variantı, B variantı hamısı şərait yaradandır. Yəni bayaqki kimi rahat olmazdı. Biz şəkilsiz sonluqlarına görə müəyyən edək ki, bu şərait yaradandır, yoxsa bilavasitədir. Şərait yaradan və söz oyunu vasitəsilə hamısını verər. Həmçinin bilavasitələ A variantı, B variantı, C variantı, D variantı hamısını ya bilavasitə, ya da şərait verə bilər. Biz artıq həmin o söz oyunu, açar sözlər hansılardır, onlara diqqət edərək bunu müəyyən edə bilərik. Gəlin baxaq həmin söz oyunu oynanan yerlər hansılardır. Tutalım, bax, bayaqları elə başdan başlayaq. Məsələn, vəzifəli şəxsin sözünü çıxarda bilər buradan. Yazar ki, xidməti vəzifəsinin və yaxud da vəzifəli şəxs xidməti vəzifəsini çıxarda bilər. Yazar ki, vəzifəli şəxsin hər hansı vəzifəli şəxs tərəfindən hər hansı hərəkətin icra edilməsi, belə hərəkətdən imtina olunması müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa dolayı yolla, maddi və sair, yəni özünüz yəqin üzündən oxumuram, görüb biləcəksiniz nədir, nə deyil. Burada bu vəzifəli şəxsi çıxarda bilər. Həmçinin xidməti vəzifəsi sözlərində dəyişiklik edə bilər. Baxın, burada görürsünüz qanunsuz sözü var. Qanunsuz sözünü çıxarda bilər. Həmçinin yalnız sözlərini qoya bilər. Yalnız özü üçün yalnız və ya üçüncü şəxslər üçün yalnız sözlərini əlavə edə bilər sözün arasına. Sonra təsdiq və inkar sözləri var. Məsələn, haqqı ödənilmədən yazar ki, haqqı ödənilərək və sair və ilaxır. Yəni tam xırdalıqlarına qədər deyirəm ki, bunları siz biləsiniz. Məsələn, burada şərait yaradanda isə elmi pedaqoji fəaliyyəti istisna olmaqla yerinə istisna sözünü çıxardıb sizə daxil olmaqla verə bilər.
Həmçinin bu cümləni məsələn yazar ki, aşağıdakılardan biri şərait yaradan korrupsiyaya ə, aid deyil. Məsələn, bütün variantlarda A-da məsələn bunu verə bilər, B-də bunu verə bilər, C-də bunu verə bilər, D-də və birində gələr məsələn bu hissəsini verə bilər, bir hissəsini verə bilər. Mötərizədə cümləni dəyişər. Görürsüz nə yazıb? Elmi, pedaqoji və yaradıcı fəaliyyəti istisna olmaqla. Verər ki, elmi, pedaqoji və yaradıcı fəaliyyəti daxil olmaqla bu istiqamətdə sizə verə bilər bunu. Sonra fiziki və hüquqi şəxslərin yerinə vətəndaşlar qoya bilər ki, vətəndaşların nümayəndəsi qismində iştirak etməklə və sair və sair və sair. Məsələn, əsas ən çətini təbii ki, söz oyunu oynanılan yerlərdir. Bunları biz həmin söz oyunu açar sözlər hansılardır, onlara diqqət etsək, rahat şəkildə şərait yaradan korrupsiyanın bilavasitə korrupsiyanı biz bir-birindən fərqləndirə bilərik. Bu qədər. Çox qısa video idi. Əslində kiçik bir maddəni izah etdik. Dinləyənlər bunu, dinləyəcək olanlar, baxanlara diqqətləri üçün təşəkkür edirəm. Bir daha mövzuya qayıdaq. Biz nəyə əsasən olaraq bunu müəyyən edirdik? Birinci, mahiyyətini fərqləndirdi. Yəni bütün dərslər birinci mahiyyəti ilə başlamalıdır ki, namizəddə ümumiyyətlə bir anlayış olsun. İkinci olaraq şəkilçi sonluqlar. Yəni hər bir mövzunun özünü rahat şəkildə, yəni mahiyyətindən bir pillə aşağı düşərək, mahiyyətindən sonra rahat şəkildə izah etmə metodu var. Məsələn, 9-cu maddədə ən rahat metodlardan biri şəkilçi sonluqlarıdır. Bayaq da vurğuladığım kimi bir çox müəllimlər deyirdilər, özüm qarışıq elədim, mən də o fikirdə idim ki, bəs bu ası, əsi, maq, məklə fərqləndirmək daha düşmür şəkilçi sonluqlarına, amma gördünüz ki, 16 oktyabr imtahanda çox primitiv, yəni sadə bir şəkildə heç bütün hamısını oxumağa ehtiyac yox idi. Bu metodları bilən şəkilçi sonluqlarına ayırd edərək variantı asanlıqla rahat şəkildə seçə bilirdi. Digəri isə hansı sözlərin daha çox olmasıdır. Bilavasitə məsələn xidməti vəzifəsidir, maddi nemətlərdir və s. və s. Bayaqlar qeyd etdim hansı sözlərdir. Onların daha çox olmasıdır. Həmçinin söz oyunu oynana biləcək yerlər hansılardır? Hər bir materialın da sırf dəyişdirilərək, sözləri dəyişdirilərək, qanunla, qanunvericiliklə yox, qanunsuz, qanuni, təsdiq cümlələrini məsələn mülkiyyət formasından asılı olaraq, mülkiyyət formasından asılı olmayaraq, bunların yerini təsdiq və inkarın yerini dəyişərək bizim diqqətimizi yayındıra bilər və biz də bu söz oyunlarına, açar sözlərə diqqət etməsək, böyük ehtimalla cavabı yanlış götürə bilərik. Bu qədər. Bu video izaha görə kimlər baxdısa, kimlər baxacaqsa, onların vaxtını aldımsa, bütün diqqətlərinə görə təşəkkür edirəm. Aşağıda mənim əlaqə nömrələrimdir, mənim WhatsApp nömrəmdir, həmçinin Instagram səhifəmdir. Kiminsə nəsə sualı olarsa, təbii ki, mənə ünvanlana bilər, problem yoxdur. Hər kəsin sualını cavablandırmağa hazıram. Təşəkkür edirəm bir daha.